Salam əziz dostlar, bu buraxılışda mən sizə hal-hazırda gündəm olan Ermənistan-Azərbaycan arasında sülh müqaviləsindən bəhs edəcəyəm. İlk öncə onu deyim ki, Ermənistanla Azərbaycan arasında heç vaxt həqiqi sülh olmayacaq. Yəni, hər bir dövlətin bir dövlət ağlı var da, belə deyək, dövlət ağlı deyək və yaxud xalqların düşüncəsi deyək, xalqların bu məsələlərə yanaşması deyək. Bu şeyləri biz nəzərə alanda, təhlil edəndə Ermənistanla Azərbaycan arasında həqiqi sülhün, daimi sülhün olacağı əbədiyyən mümkün deyil. Bunun da səbəbləri var. Bu gün təbii ki, sülh nədən, nəyin sülhündən söhbət gedir? Yəni biz İkinci Qarabağ müharibəsindən sonra, Vətən müharibəsindən sonra torpaqlarımızı işğaldan azad etdik. Sonda bir bəyanat imzalandı və bəyanatda da Zəngəzur yolu var. Zəngəzur koridoru məsələsi var. Zəngəzur koridorun açılmasından bəhs olunur. Zəngəzur koridoru nədir? Yəni əslində müharibə niyə başlamışdı? Mən o barədə video çəkmişəm. Bu Paşinyan Avropanın, Qərbin maliyyə dəstəyi ilə, siyasi dəstəyi ilə hakimiyyətə gəldi. Bu isə Rusiyanın siyasətinə zidd idi. Çünki Rusiya bu dövlətləri, bu SSR-dən ayrılan dövlətləri özünün bağçası kimi görür, birini ön bağçası, birini arxa bağçası. Yəni bu ölkələri açıq deyək də Rusiya Sovetlərdən ayrılan ölkələri 15 respublika və yaxud ondan da artıq respublikaları müstəqil ölkə, dövlət kimi görmür. Sözdə müstəqil dövlət kimi görür. Yəni biz həqiqətən müstəqil ölkəyik, Azərbaycan və digər ölkələr hamısı müstəqil ölkəyik və bizim bayrağımız var, konstitusiyamız var özümüzün, BMT-də üzvlüyümüz var, orada biz bayrağımız dalğalanır. Müstəqil ölkəyik də. Bu bizə görə müstəqillik, dünyaya görə müstəqillik, Rus düşüncəsinə görə, Ruslara görə biz müstəqil ölkə deyilik, biz onların bir əyaləti kimiyik. Və ona görə onlar və burada bu ölkələrdə kontrolsuz, kontroldan kənar proseslərin getməsini istəmirlər. Paşinyan isə hakimiyyətə gəldi və hakimiyyətə gələndə də onun ən böyük məqsədlərindən biri o idi ki, Rusiyanı Ermənistandan çıxarsın. Yer gəlmişkən onu deyim, Paşinyanı bəzən bizim insanlar Paşinyana da qarşı bilmənalı yanaşmaları yoxdur. Bəziləri Paşinyanı ələ salır, Paşinyanı lağ eləyir, bəziləri Paşinyana misal üçün deyir ki, Paşinyan türkdür, türk soyadıdır, Paşinyandır da, yəni türkdür, onu nə bilim, türklər özləri gətiriblər, bir ara deyirdilər ki, Erdoğan özü onu gətirib. Yəni hər kəs ağzına gələni, dilinə gələni, ağlına gələni danışırdı. Paşinyanın ilk öncə onu deyim ki, sözün əsl mənasında milliyyətçi ermənidir. Milliyyətçi ermənidir. Öz təbii ki, siyasi maraqları filanlar da var. Ermənilərin yaxşı yaşamağını istəyir. Buna nail olacaq, olmayacaq, o başqa məsələ. Ermənilərin yaxşı yaşamağını istəyir və Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir. Və havadarlar da təbii ki, onu istəyirlər. Və Paşinyan da bunu icra eləmək istəyir. Bu da Rusiyanın xoşuna gəlmir. Necə hakimiyyətə gələndə Rusiya ona üstörtülü mesajlar verdi ki, yəni belə eləmə, gəlmirsən hakimiyyətə, problem yoxdur, amma bizim siyasətimizə uyğun hərəkət eləginə, qərbə meylənmə filan. Paşinyan isə onların dediklərini, mesajlarını eşitmədi və bizim üçün bir şərait yarandı. Çünki biz hər zaman o anı axtarırdıq ki, torpaqlarımızı işğaldan azad edək. Və gecə-gündüz ordumuzu gücləndirirdi və məqam yarandı, siyasi konjunktura yarandı və torpaqlarımızı işğaldan azad etdik. Sonda bir bəyanat imzalandı. Bəyanatda da Azərbaycanın kənarda qalan torpağı olan Naxçıvan Muxtar Respublikası ilə gediş-gəlişinin asan yolla, quru yolla birbaşa
Ermənistan ərazisindən keçərək gediş-gəlişin təmin edilməsi ilə bağlı Zəngəzur yolu məsələsi var. Yəni ora dəmir yolu dəmir yolu, nəqliyyat yolu, yəni bir yol verilməlidir. İndi koridor da deyirlər, yəni orada lap koridor olsun. Yəni yol da əsas odur ki, yəni kommunikasiya yolu orada olmalıdır və ona Ermənistan dövləti o yolun dinc yolla fəaliyyətinə şərait yaratmalıdır, mane olmamalıdır, özü də faydalanmalıdır və özü də faydalana bilər. Təbii ki. Və o yolun təhlükəsizliyi də Rusiyanın federal xidmətinin, yəni FSB-nin, Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları filanları onu yolda düzülməlidirlər və oranın təhlükəsizliyini təmin etməlidirlər. Ermənistan buna razı olmuşdu vaxtında, çünki biz ermənilərin çoxlu əsgərini mühasirəyə almışdıq. Çox əslində biz orada mühasirəyə almaqla daha çox şey Ermənistandan tələb edə bilərdik. Hər bir sənədə də imza atdıra bilərdik. Çünki demək olar ki, qalan ordusunun əksəriyyəti əsgərlərinin mühasirədə idi. Yəni bu da o deməkdir ki, Ermənistan hər bir təklifə gedə bilərdi. Amma Rusiya onu son anda qoymadı bunu. Və müqavilə imzalandı və müharibə dayandı. Dayandı, sülh məramlar filanlar gəldi. Əslində sülh məramlar da yəni buradan çıxmaq məqsədi ilə gəlməmişdilər, amma Allah üzümüzə güldü ki, yəni Ukrayna müharibəsi ilə vəziyyət fərqli oldu. Həm orada Rusiyanın əsgər çatışmazlığı filan, həm də ki sanksiyalara görə sanksiyalara məruz qaldı və istər-istəməz Azərbaycandan müəyyən məsələlərdə asılı vəziyyətə düşdü və oradan çıxmaq məcburiyyətində qaldı. Amma onların öz düşüncələrinə görə güya nə vaxtsa qayıtmaq istəyirlər və qayıdacaqlar öz düşüncələrinə görə. Təbii ki, Azərbaycan dövləti heç vaxt buna imkan verməyəcək və vəziyyət də onsuz da dünyada dəyişilib. Yəni hal-hazırda Azərbaycanla Ermənistan arasında yer gəlmişkən deyim, Paşinyan yəni sülh göyərçini deyil əslində. Nə mənada? Paşinyan birinci gələndə heç kimin eləmədiklərini elədi və ona görə də əslində müharibə bir son damla oldu, belə deyək də. Bardaqdakı, çaşqadakı, stəkandakı son damla oldu ki, müharibəyə gedildi. O gəldi, Şuşada yallı oynadı, kabab yedi, nə bilim, şərab içdi, uzandı. Yəni bu bilirsiniz nədir? Bu öz aləmində meydan oxumaq idi. Təbii ki, onun da müəyyən öz aləmində tutmayan planları var idi ki, yəni həm demək istəyirdi ki, açıq şəkildə də deyirdi ki, Qarabağ Ermənistandır. Bu nə deməkdir? Yəni məndən qabaq Qarabağı alıblar, amma Ermənistan torpağı edə bilməyiblər. Mən amma oranı Ermənistan torpağı edirəm. Onu demək istəyirdi və orada müəyyən təxribatlarla onu eləmək istəyirdi ki, Azərbaycan əskəri soyuqqanlı olmaz, ora atəş açarlar filan, nə eləyərlər və sonra da dünyaya mesaj verərlər ki, baxın, Azərbaycan sülh istəmir, Azərbaycan radikaldır, şiddətə meyillidir, dinc yolla məsələni həll eləmək istəmir filan. Bu məsələləri eləmək istəyirdi. Necə ki, indi də orada əskərlər müəyyən təxribati hərəkətlər edirlər Səngərdə. Düzdür, onu tam olaraq Ermənistanın adına yazmaq olmaz, orada başqa qüvvələr də var. O əskərə komandir deyib ki, belə elə bir əskər özü eləməyib ki, komandir kimin kontrolundadır, kimin əmrlərini icra edir, o da bir başqa məsələ. Hal-hazırda yəni sülh məsələsi həll olunmaq üzrədir. Əslində üzrə deyil. Üzrədir deyirlər, amma tam həll olmaq üzrə deyil. Çünki Ermənistanın konstitusiyası bunu bir mənalı olaraq iflic edir. Nə mənada? Bizim tələbimiz nədir? Azərbaycan dövlətinin tələbi nədir? Hökumətinin tələbi nədir? Konstitusiyada dəyişiklik olunsun. Bunu necə, hansı şəkildə edirsiniz edin, o konstitusiya dəyişilməlidir. Bunun üçün də təbii ki, referendum olmalıdır. Konstitusiyada açıq şəkildə Qarabağı öz torpaqları kimi görürlər.
iddia etmirlər. Qarabağ Ermənistan torpağıdır deyirlər. Əksinə daha da çox onların istəkləri var xalq olaraq. Amma bu sırf konstitusiyada bir qeyd olunmuş, işlənmiş bir məsələdir. Azərbaycan dövlətinin, hökumətinin tələbi odur ki, konstitusiyada dəyişiklik elə. O oradakı Qarabağla bağlı iddialarını və yaxud o açıq mövqeyini, qanunu dəyişdir. Minsk qrupunun belə bir qrupun olmadığını qəbul elə. Çünki münaqişə həll olunubsa, bu demək münaqişəni tənzimləyən və yaxud danışıqları həyata keçirən bir qrupun qalmasına nə ehtiyac var? Bu qrupu, Minsk qrupundan sən imtina etmirsənsə, demək münaqişə həll olunmayıb anlamına gəlib çıxır. Münaqişə həll olunub, həqiqətən də həll olunub və sən o qurum niyə qalmalıdır? Minsk qrupundan imtina et, belə bir qrupun olmadığını qəbul et və orada Avropanın sülh məramlı, belə deyək də, mülki missiyası var, hansı ki, onlar orada müşahidələr aparırlar. Müşahidə nədir? Güya buradan ora atılmasın, oradan bura atılmasın. Bir təmas xəttində bir müşahidəçi, hesabat tərtib edən bir adamlardır. Onlar da yəni mülki deyilir, amma onların deyilənə görə keçmiş Avropanın müəyyən ölkələrindən keçmiş kəşfiyyatçılar, hərbiçilər, yəni xüsusi xidmət orqanlarının nümayəndələridir. Yəni bunlar mülki, ola bilsin indi mülkidirlər, nə mənada təqaüdə çıxıblar, amma bunlar fəaliyyətləri əslində fərqlidir. Yəni bunlardan imtina etməlisən. Azərbaycanın tələbləri budur. Və yol açılmalıdır. Rusiya da əslində istəyir ki, o yol açılsın. Hamıdan çox elə bizim qədər də ən azından bizim qədər də Rusiya istəyir. Çünki biz ona görə istəyirik ki, bizim həqiqətən də Naxçıvan Muxtar Respublikasına yolumuz açılır. Bizim belə deyək də bir hissəmizdir o. Biz bir hissəmizlə olan Naxçıvana niyə görə başqa yollarla getməliyik? Rusiyanın da məqsədi odur ki, yavaş-yavaş Ermənistandan Rusiyanı sıxışdırıb çıxarırlar. Zvartnos aeroportundan, nə bilim, oradan-buradan deyəsən İran sərhəddindən də sərhədçiləri çıxarıblar. Sabah Gümrüdən çıxara bilərlər. Ermənistan əldən gedər. Zəngəzur yolunda da olsa mənim əsgərim düzülsün, tək ki mən Ermənistan ərazisində olum. Onun da hər dövlətin öz planları var. Yəni problem yoxdur. Erməni, Rus əsgəri düzülsə də bu gün üçün bizim üçün keçərlidir. Zamanla nə olsun, Qarabağa da gəlmişdi də Rus əsgəri. Planları da fərqli idi. Orada dil yaratmışlar, heykəl qoymuşlar, kiçik bir Rusiya yaratmışdılar. Amma nə oldu? Reallıq elə oldu ki, gedəsi oldular. Öz aləmlərində yenə də gəlmək istəyərlər, amma fakt yoxdular. Orada da olsun laf Rus əsgəri düzülsün. Bizə lazımdır ki, ora Türk yoludur, Turan yoludur. Biz indi ora Zəngəzur dəhlizi, Zəngəzur yolu filan deyirik. Bu İranlılar ona əsl adı İranlılar qoyublar, Turan yolu. Həqiqətən də o yol Turan yoludur. Mən o vaxtda da video çəkmişdim. Turan yoludur. Baxın, Türkiyənin, bizim böyük qardaşımızın, gücün, Türkiyənin çox ciddi problemləri var. Əsasən də iqtisadi problemləri, maliyyə problemləri. Sən böyük dövlət olmaq istəyirsənsə, güclü dövlət olmaq istəyirsənsə, hansı ki Türkiyə o yoldadır və gələcəyin super dövlətləri siyahısında Türkiyənin adı keçir. Türkiyədir, Polşadır, Meksikadır, Braziliyadır. Bunlar gələcəyin super dövlətləri olacaq. Bu cür görülür. Türkiyədə super dövlət olmaq üçün də sənin super iqtisadiyyatın olmalıdır və super ordun olmalıdır. Türkiyənin ordusu deyirik, güclüdür, filandır başım. Amma müəyyən silahlar var. Əsasında nüvə silahı filan. Bunlar böyük raketlər, dağıdıcı silahlarını ən azından qorxutmaq üçün, caydırmaq üçün. Bunları da tək əskərim güclüdür, döyüşkəndir. Bu məsələ müasir dövrdə elədir ki, düzdür, Türkiyənin dronu filanı var. Amma müəyyən silahlarla yüzlərlə əskər anında
məhv edilir. Yəni texnologiya olmalıdır. Texnologiya üçün də maliyyəyə ehtiyac vardır. Maliyyə üçün də bu gün sırf bizdən söhbət gedirsə, biz o Zəngəzur yolu bizim üçün olmazsa olmazdır Türk dünyası üçün, Turan üçün. Çünki bu yol açılanda təsəvvür edin nə olur? Türkiyədən mallar birbaşa Asiyaya, maneəsiz filansız, sadəcə bir yoxlanışla, gömrük yoxlanışla keçirilir. İrandan keçmir, ona görə İran buna qarşıdır. Çünki İrandan keçməyəndə sən həm strateji olaraq ondan asılı olmursan, həm də iqtisadi olaraq ondan asılı olmursan. Həm də İrana sən gömrük vergisi verirsən, hər dəfə keçəndə ona minlərlə, milyonlarla ümumi gələndə il ərzində milyardlarla vergi ödəmiş olursan. Bu da sənin cibindən getmiş olur. Həm də bu Turan yolu açılandan sonra həqiqətən Türk dünyası azad olacaq. Niyə? Baxın, Türkiyə, Azərbaycan, Qırğız, Qazaxıstan biz nisbətən inkişaf etmiş, dünya ilə əlaqəli olan ölkələr idi. Həqiqətən Türkiyə, sonra Azərbaycan, sonra da Qazaxıstan. Biz həqiqətən Türk dünyasında inkişaf etmiş ölkələrik. Həm elmi baxımdan, dünyaya açılım baxımından öndəyik. Amma digər Türk ölkələri var ki, düzdür, Özbəkistan da çox iri addımlarla irəliləyir. Özbəkistan, Qırğızistan, Türkmənistan lap bərbad vəziyyətdə. Bu ölkələr çox aşağıdırlar. İqtisadi vəziyyətdən aşağıdırlar. Orduları filanlar hər tərəfli zəifdirlər. Amma Turanın üzvüdürlər. Turanın üzvüdürlərsə demək, bu yol açılanda onların da iqtisadiyyatı güclənəcək, rifah halı artacaq, insanlar iqtisadi olaraq Rusiyadan daha az asılı olacaqlar, azad olacaqlar, müstəqil olacaqlar. Sabahları həmən bu yolda Rusiya hər hansı bir təxribat yaradarsa, onda artıq biz Rusiyaya qarşı Türkiyə, Azərbaycan yox, eyni zamanda digər Türk ölkələri də başda Çin olmaqla, Çini biz qeyd edirik, çünki bu orta yolun elə əsl layihə rəhbəri arxada İngiltərə və öndə Çindir. Onlar hamılıqla Rusun üstünə düşəcəklər ki, sən orada nə edirsən? Nəyə mane olmağa çalışırsan? Məqsədin nədir? Ona görə Zəngəzur yolu bizim üçün çox vacibdir. Ermənistan isə bunu eləmək istəmir. Ermənistan deyir ki, müqavilə imzalansın, sülh müqaviləsi, amma konstitusiyada dəyişiklik olmadan. Biz yol açılsın, nə bilim, bunu edək, onu edək. Bu axı sülh olmur. Yarımçıq sülh olur. Hətta yarımçıq da deməyək, sözdə sülh olur. Sözdə bir imzalanmış bir sənəd olur. Onun əslində, lap dərindən baxanda, hüquqi mahiyyəti tam %100 olmur. Düzdür, sənəddir, dövlətlər arasında bu sənəddir, imzalardır, möhürdür filan da, amma Ermənistan konstitusiyası buna icazə vermir. Sabah Paşinyan hakimiyyətdən gedəcək, ya bu dinc yolla, ya hər hansı bir yolla gedəcək, avtomatik Ermənistan parlamentində bunu konstitusiyaya zidd olduğunu göstərərək, əsas gətirərək bunun keçərsiz olduğunu deyəcəklər. Yenə də gəlin, bu münaqişə hələ də de facto olmasa da de jure davam edəcək. Eyni zamanda həm də de facto, həm də de jure davam edəcək. Bizə lazımdır qalıcı və tam sülh. Tam sülhün olması üçün də Ermənistan konstitusiyası dəyişilməlidir. Yəni o bənd çıxarılmalıdır. Aşpa deməyək də o Minsk komissiyasından, ATƏT-in Minsk komissiyasından ondan imtina olunmalıdır və oradakı müşahidəçilər də çıxmalıdır. Müşahidəçilər əslində o qədər də önəmli deyil. Müşahidəçi qala da bilər, qalmaya da bilər. Əsasən konstitusiyada olan bənd, müddəa və Minsk qrupu. Minsk qrupunun yəni ləğv edilməsindən söhbət gedir. Eyni zamanda da xalqların da buna razı olması lazımdır. Düzdür, dövlətlər edəndən sonra xalqlar da yavaş-yavaş irəliləyiş ola bilər, amma xalqlar da illərlə qanlar tökülüb. Biz indi baxmayaraq ki, ən çox şiddətə, işğala, etnik soyqırma,
qətliamlara biz məruz qalmışıq, amma biz yenə də biz xalqımızın huyu odur, xasiyyəti odur, bağışlayanıq, filanıq. Bu əslində heç bir tərəfdən baxanda yaxşı şey deyil, amma biz beləyik də. Amma Ermənistan dövləti və xalqı, xalq olaraq, ermənilər olaraq onlar düzələn şey deyildir. Çox çətin məsələdir. Amma ki, düzəlməlidirlər. Və yeri gəlmişkən onu deyim ki, bir dəfə də bu barədə video çəkmişdim. Azərbaycan 2035-ə qədər böyüməlidir və böyüyəcək də. Bu qaçınılmaz bir fakt, reallıq olacaq. Azərbaycanın ərazisi də böyüyəcək. Baxın, adicə bu Zəngəzur məsələsi özü. Zəngəzur, baxmayaraq ki, Ermənistan özü tamamilə Azərbaycan ərazisində qurulub. Onun üçün də vaxtında yəni biz rusları deyirik ki, Qərb özü də yəni bunu bizdən şiddətlə tələb etdilər ki, siz dövlət olmaq istəyirsinizsə, ermənilərin də dövlət olmalıdır. Məcburiyyətdən belə bir şeyə gedildi, amma onlar heç vaxt Azərbaycana qarşı iddiaları olmayacaqlarına, dinc yaşayacaqlarına razı olaraq Ermənistan dövləti qurulmasına bizimkilər İrəvanda kiçik bir dövlətin qurulmasına razılıq vermişlər, amma onlar bütün hər şeyi pozdular. Bu günə qədər onlar Naxçıvana da hər yerə iddia edirlər və yeri gəlmişkən onu da qeyd edim ki, bu Zəngəzur Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. 18-ci ildə qurulan dövlətin varisidir. Biz o dövlətin varisi isə, o dövlət isə SSR-yə daxil oluna 114.000 kvadrat kilometrlə daxil olub. Və o torpaqlar bizə 20-ci ildə, 21-ci ildə, sonra da zamanla SSR dövründə ermənilərə verilib. Azərbaycan xalqının, ictimaiyyətinin fikri nəzərə alınmadan, referendumsuz, filansız Azərbaycan xalqının iradəsinə zidd şəkildə SSR rəhbərliyindən ermənilərə pay verilib. Sonra da digər torpaqlarımızı, ayonların əkin torpaqları çatmır, örüş torpaqları çatmır, neyləri çatmır adı altında Azərbaycanlıların torpaqları onlara hədiyyə olunub, peşkeş çəkilib. Beynəlxalq hüquqa görə də o torpaqlar bizim torpaqlarımız olmalıdır əslində. Yəni biz oranı tələb etməliyik. Ermənilərin bizdən hər hansı bir tələbi olmamalıdır. Amma bizim tələbimiz olmalıdır və biz Zəngəzuru tələb edirik. Bu bizim üçün olmazsa olmazdır və bu zamanla da həll olunacaq. Yəni bu sülh məsələsi, yəni onu demək istəyirəm, çox qəliz məsələdir. Amma yenə də deyirəm, bir vəziyyət, fürsət yaranıb ki, ələxüsus da dünyada, Amerikada, dünyanı idarə olunduğu Mərkəz Amerikada rəhbərlikdə müəyyən dəyişikliklər var. Yəni Trumpın hakimiyyətə gəlməsi, yeri gəlmişkən biz elə Qarabağ müharibəsi də Trumpın dövründə olmuşdu. Biz torpaqlarımızı azad etmişdik. İndi də Trumpdır və ermənilərin də Trumpın Paşinyanla da, bu Paşinyan hakimiyyəti ilə də arası yaxşı deyil. Nə mənada? Çünki Paşinyan da bəzi ölkələr kimi yəni Trumpın seçilməyəcəyini yəqin düşünürmüş, Bidenin seçiləcəyi və yaxud o komandadan kiminsə seçiləcəyini düşünərək Paşinyana Bideni dəstəkləmiş və orada müəyyən müqavilələr imzalanmışdı. Trump da belə şeyləri kinli insan kimi bağışlamır. Yəni bir soyuqluq var. Yəni bu bizim üçün yenə də yaşıl işıqdır. Yəni məqamdır ki, biz o torpaqları geri qaytaraq. Hər nə yolla olur, olsun. Və bu geri də qayıdacaq. Yolu mən tam olaraq hansı yolla olacağını bilmirəm. Bu gedişatda biz bu barədə danışa bilərik, amma Azərbaycan böyüyəcək. Növbəti videolarda görüşənə qədər salamat qalın.